Bir blogerlə görüntülü müsahibə edirsiniz. Qınaq obyekti olursunuz. Siz müsahibə verməzdən əvvəl araşdırırsınız və yaxud da ki, sizə mövzuları deyirlər? Yox, məsələn, mənə bir dəfə o BBC-nin bir müxbiri dedi ki, müsahibə götürmək istəyirəm. Dedim, nədən danışacaq? Dedi, kinodan. Dedim, buyuruz. Sonra gəldi ortada, başladı belə mənə dəxli olmayan suallar verdi. Sonra da bir dəfə Amerikadan zəng oldu mənə. Dedi ki, mən Amerikadanam, şeydir, Washington. Sizdən intervyu götürmür. Dedim, nə olar, indi ola bilsin. Sonra dedi, mən bu özü qayıtdı ki, birinci dəfədir ki, özünə bu sözü deyən adam görürəm mən. Həmişə adamlar belə adamların dalıcan deyir. Bu özü dedi mənə, mən məətəl qaldım. Bunun da alnında yazılmayıb ki, bu ondandır. Mən də qaldım belə, bilsəydim, əlbəttə mən intervyu verməzdim ona. Saqqalı, dedim, bu adam oxşayır da, bu. Sən demə, bu normal adam dörmüş. Özü dedi, yəni başqası desəydi. Mən sizə yolunu öyrədim. Aktora müraciət edəndə deyirlər ki, sənətindən danışacaq. Yəni, sənətdən biraz danışırlar, sonra başqa suallar verirlər. Ona görə hazırlıqlı olmaq lazımdır ona. Onu mən daha yox, artıq o bildim. Yaxşı, sonradan cavablarım vardı onu təəssüf ki, əsəbləşdim. O suallara istədiyim kimi cavab vermədim, verdim. Amma ürəyimdən tikan çıxmadı. Sonra götürdüm ona, mən zəng elədim o qıza. Yaxşı sözlər dedim ona. Da indi o, mən efirə demək istəmirəm. Belə ləzzətli sözlər dedim ona. Biraz ondan sonra sakitləşdim. Amma tamaşaçı müsahibə tərəfini gördü. Müsahibə tamaşaçı da tamaşaçı bir sözünə tədir. Vallahi tutalım, mən eləmişəm. Əgər məni yaxşı tanıyırsansa, sən mənə də haqq qazandır da. Niyə o dəqiqə məni belə tənqidə tutursan, söyüşə tutursan? Niyə? Axı, sən mənə neçə illəri tanıyırsan. Bilirsən ki, o nə, hansı yuvan quşudur, mən hansı yuvan quşuyam. Bu tanıyırsınız da. Bəli, olmamalı. Mən, məsələn, bilsəydim ki, belə niyyətlər var, bəli, mən heç intervyu verməzdim.